Aslında videonu səsləndirmək fikrim yox idi. Sadəcə qeyri-professional bir video alındı. Çünki öz məclisimiz olduğundan daha çox iştirak etməyə çalışdım. Şəkil çəkmək, video çəkmək eyni vaxtda iki işi görə bilmədiyim üçün alınmadı. Ürəyim istəyən kimi yəni olmayıb. Amma vasatın üstündə bir necə deyim, video hazırlamaya çalışıram. Əlimdən gəldiyincə çəkilən videolardan. Bilmirəm, başda dedim yoxsa yox, səsləndirmək istəmirdim əslində videonu. Elə bir fikrim yox idi. Sadəcə mahnı seçimləri də çətin oldu belə olanda. Dedim ki, heç olmasa danışaraq nəyisə izah eləməyə çalışım. Çünki üstlərində də nə görsəl olaraq nəsə əlavə eləmirəm, nə də ki yazı falan da yoxdur. Ona görə də Şeyda ilə Cövdət gələnə qədər biraz videonun əvvəlində danışım, sonra da səsləndirməyə davam edəcəm. Şeyda ilə Cövdət də gəldi. Bugün sizin için körlü düğünlü hem de yaktıranan bir gündür. Nigaha daxil olarkən ve sizler ise büyük öhtəlik götürür. Bu hayatta en məsuliyyətli aklınızı alırsınız. İcazə verin, təntənəli nigah mərasimi qarşısında sual verin. Hörmətli Cövdət bəy, siz Şeyda xanımla nigaha daxil olmağa razısınızmı? Hə. Alkışlayın. Hörmətli Şeyda xanım, siz Cövdət bəylə nigaha daxil olmağa razısınızmı? Ailə məcəlləsinə müvafiq olaraq və hər ikinizin razılığına əsasən sizin nigahınız qeyd olunur. Siz imzalarınızı təsdiq edəsiniz. Cövdət buyursun. Soyad yazılır. Hər iki tərəfdə imza olacaq. Xoşbəxt olsunlar, xoşbəxt olsunlar, xeyirli uğurlu olsun, əli gönlü olsun. Ailə məcəlləsinə əsasən bu anda sizin nigahınız bağlanmış elan olunur. Sadə sadə, məhəbbət dolu həyat arzu edirəm. Təbrik edirəm sürəkdən. Nigah şərəfnaməniz xeyirli uğurlu olsun. Hər ikiniz buyurun. Dayan, sözümü kesme. Səbirli ol, tələsmə. Haray səs ver səsimə. Dinlə məni sevgilim, dinlə məni sevgilim. Dayan, sözümü kesmə. Ağıllı ol, tələsmə. Haray səs ver səsimə. Dinlə məni sevgilim, dinlə məni sevgilim. Saftır ürəyim için, günahım yox and için. Qalmadı taqət gücüm, dinlə məni sevgilim, dinlə məni sevgilim, dinlə məni sevgilim.
da tortumuzu kəsirik. Daha doğrusu tortlarını kəsirlər. Tort seçimi baxımından şeydən həqiqətən təbrik edirəm. Çox dadlı bir tort idi. Bir daha təbrik edirəm. Orada hər kəs buna görə təbrik eləmişdi. Əlavə də olaraq nikahda nə lazım. Nəsə biraz boş-boş danışırammış kimi hiss edirəm. Çünki niyə də danışıram bilmirəm. Mahnı falan seçmədim. Sonrasında sırf axırında danışmamaq adına bütün videoda danışmağı tərcih elədim. Burada da bir-birlərinə tort yedirəcəklər. Deməli mən evliyəm deməli. Evet. Sen de buraya çikolata koymadın. Çok pis sen başım bağlı. Çok güzel. Evet çok güzel. Olsun. Nöbeti oldu. Her şeyden. Nöbeti ol aşkım. Nöbeti ol. Numru. Görmezliği çekebileceğim. Numru. Maybe you be next. Belki İnşallah. maybe. Bacım. Anam hər dəfə çəkdiyim videolara baxıb növbətinin mən olmayacağımla bağlı imalarda bulunur ki, sən niyə beləsən ay qızım? Burada da gedirik after party eləməyə. Amma Bakı tıxacı, malum. Niyə bəli yox, hə dediniz? Gəldik Biraz çatdıq amma. bağırsadan. Çox şükürlər olsun. Burada da daha Cövdət danışır, mən susum. Yox, elə də istəmədim. Həni zaten nə qədər yaxşı deyə bilərsənsə o qədər yaxşı dedim. Kinolara o kadar bakmışız. Kinolarda hə deyirlər. Ben mikrofon gözlüyorum. Biz de işe yarıyorsa. Kinolarda hə deyirlər. Düşlerde görmüşüm, evet diyorlar. Evet hədir ki, bəlidir də, evet. Mədəni surəti bəli daha şeydir ama Türklərdə hə, yaxşı, bəlinin yeri nədir? Beli. Hə. Azərbaycan dilinin qrammatikasına imkan vermir izah etməyə. Evet, bəlidir də. Hə, yox, bəli. Xoş gəlmisiniz. Masada bir-birindən maraqlı söhbətlər getdi. Amma onların heç birini söhbətlərə daxil olduğum üçün çəkə bilməmişdim.